Sumqayıt şəhər İcra Hakimiyyətinin Abadlaşdırma Təmir Tikinti İdarəsi tərəfindən şəhər ərazisində geniş miqyaslı abadlıq və yenidən qurma işləri davam etdirilir. Bu çərçivədə çoxmənzilli yaşayış binalarının giriş hissələri əsaslı təmir olunur. İstismar müddətində zədələnmiş və köhnəlmiş hissələr yenilənir. Divar və tavan örtükləri təzələnir. Binaların giriş hissəsində olan şüşələr xüsusi texnikaların köməyi ilə yuyulur və təmizlənir. Bu işlər zamanı müasir təmizləmə avadanlıqlarından istifadə olunur. Məqsəd həm sakinlərin təhlükəsizliyini təmin etmək, həm də ümumi estetik görünüşü yaxşılaşdırmaqdır. Bundan əlavə şəhərin müxtəlif ərazilərində parklar, istirahət guşələri və ictimai yerlərdə quraşdırılması üçün yeni oturacaqlar hazırlanır. Müxtəlif dizaynlarda olan bu oturacaqlar sakinlərin rahatlığı və şəhər mühitinə estetik töhfə vermək məqsədi daşıyır. Qeyd edək ki, Abadlaşdırma Təmir Tikinti İdarəsi bu işləri mərhələli şəkildə həyata keçirir və yaxın günlərdə digər mikrorayon və qəsəbələri də əhatə edəcək. Şəhərin simasının yenilənməsi və vətəndaşlara daha komfortlu mühitin yaradılması istiqamətində görülən işlər davam etdiriləcək. Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.